Gəlin Mariya Stadnikin idman bizə verdiyi son müsahibədə nələr dediyinə qısaca baxaq. Bilirsiniz də 5 qat olimpiya iştirakçısı, 4 qat medalçı Mariya Stadnik. Güləşdən gedəndən sonra nə edir görəsən? Bax bu müsahibə onun yeni həyatına, o inanılmaz uğurlarına, fərdli baxışına və gələcək planlarına bir növ işıq salır. Deməli birincisi, Stadnik kənarda duran deyil, yox. İndi qadın güləş yığmasının koordinatorudur, problemləri təhlil edir, yeni qızlar axtarır, özü də zarafatla deyir ki, qadın güləşi ilə elə bir hamilədir. Yəni, çempion yetişdirmək zaman alacaq, amma əsas məsələ tək-tək adamlar yox, bütün komandanın uğurudur. İkincisi, öz statusuna baxışı çox maraqlıdır, Bu qədər titul qazanıb, amma özünü əfsanə saymır. Deyir ki, mənim etdiyimi başqaları da edə bilər. Elə bil ki, bu əfsanə söhbətinə meydan oxuyur da. Onun üçün bu, sadəcə hələ heç kimin təkrarlamadığı bir nəticədir. Vəssalam. Və nəhayət üçüncüsü. Keçmişdəki o uğursuzluqlar var onlara indi sadəcə təcrübə kimi baxır. İndi ən böyük arzuları tamam başqadır. Vətəni Ukraynada sülh olsun, uşaqları sağlam olsun, bir də ki, insanlar bir-birinə hörmətlə, sevgi ilə yanaşsın. Bax, əsl qələbələr bunlardır onun üçün. Yəni, qısası belədir. Mariya Stadnik bir tərəfdən güləşin gələcəyini qurur, o biri tərəfdən də öz o inanılmaz keçmişinə təvazökarlıqla yanaşıb, əsas insani dəyərləri hər şeydən üstün tutur.